Salamlar Aygün xanım, yeni videomuzda xoş gördük sizi. Salamlar, hər birinizi salamlayıram. İnşallah ki, hər şey yaxşıdır. İnşallah ki, hər kəs ilk videomuzu izləyib və bu gün bərabər biz burada ikinci videomuzda sizlərlə bərabərik. Eynən, ilk videomuzda zehindən danışdıq, zehnin negativ ssenarilər yazmağından və biz bundan necə xilas ola bilərik, bunu addım-addım bizə izah elədiniz. İzləməyənlər yenidən qayıdıb ilk videomuzu izləyə bilər. Çünki bu dəfə biz artıq başqa bir addım atacağıq pozitivə doğru. Zəhmət olmasa bizə qısaca yeni videomuz kimlər üçündür, yeni videomuzda nələr danışacağıq, məlumat verərdiniz. Əlbəttə, bugün bilirsiniz biz ilk videoları çəkirik və mən həmişə təməldən başlama tərəfdarıyam istənilən mövzuda. Ona görə də bizim ilk videolarımız belə deyim, elə mövzulardan ibarət olacaq ki, hər kəs o barədə danışır, amma hər kəs bir detalını danışır. Biz isə daha detallı və bütün belə deyək parçaları bir araya gətirərək uzun bir formatda vermək istəyirik bir çoxu təməl mövzuları. Və düşündüm ki, bugün də biz danışaq necə biz addım-addım özümüzü proqramlaya bilərik öz arzu və istəklərimizə uyğun formada. Yəni burada mən sizə pozitiv düşünün, pozitiv olsun deməyəcəm. Baxmayaraq ki, keçən dəfə danışmışdıq ki, necə zehnimizi negativdən pozitivə yönləndirək, amma fərqi yoxdur. Yəni bu dəfə arzularla bağlı mən sizə pozitiv olun, hər şey düzələcək deyə bilmirəm. Çox təəssüflər olsun ki. Bu pis xəbər. Bu videomuzun ilk pis xəbəri. Başqa belə deyim, bunu gözləyənlər artıq yəqin ki, indidən söndürdülər videonu, amma kimlər ki davam edir, onlar üçün deyək. Biz bugün danışırıq, bəli, addım-addım özümüzü necə proqramlaya bilərik, öz arzu və istəklərimizə uyğun və artıq dedim ki, bunun yolu təəssüflər olsun ki, pozitiv düşünməkdən keçmir və vizualizasiyalardan keçmir. Çünki bilirsiniz, xüsusilə son 5 ildə bu kuantum məsələsi ortaya çıxandan bəri hər kəs pozitiv ol, pozitiv düşün, bilmirəm, anda qalmağa çalışaq, hər şeyi vizuallaşdıraq və hər şey həyatımıza gəlsin deyir, amma görürük ki, bunun çox da dəhşət bir nəticəsi yoxdur. Nəyə görə yoxdur nəticəsi? Çünki bizlər, elə ən başlıca da onu deyim, çünki bizlər fiziki bir dünyada yaşayırıq. Fiziki bir dünyada yaşadığımıza görə, yəni bu bədən oturub gözünü yumub sadəcə nə isə vizuallaşdırmaq üçün verilməyib bizə. Bu bədən ona görə verilib ki, bu necə deyirlər, actionda olsun, hərəkətdə olsun, bir şeylər etsin. Yəni fiziki dünyanın tələbi budur. Hərəkətdə olmalısan, addım atmalısan ki, sən hansısa o arzu istəklərinə doğru gedə biləsən. Və ümumiyyətlə belə bir şey demək istəyirəm ki, bizim dünyamız ümumiyyətlə elə bir yerdir ki, burada qaydaları bilən, nəyi necə etməliyəm, yəni nə hansı sxem əsasında gedir, onu bilən hər formada işini irəli aparır və hər formada istədiyi həyatı yaşaya bilir. Yəni bu doğrudur. Burada biz pozitiv ola bilərik, amma ora gedən yol təəssüflər olsun ki, sadəcə düşünməkdən keçmir. Ona görə biz əslində bugün zehnimizdən danışmayacağıq ki, zehnimizi necə proqramlayaq. Biz bütün formada hər tərəfli bir proqramlamadan danışacağıq ki, necə edək ki, addım-addım belə deyək, arzularımıza, istəklərimizə doğru həmin o sxem əsasında istədiyimiz formada gedə bilək. Artıq düşünürəm ki, dedim ki, pozitiv düşünmək işə yaramır. Təbii ki, bu o demək deyil ki, negativ düşünün bütün günü. Yox, biz bunu da istəmirik. Amma sadəcə düşünməyin. Yəni, bugün düşünürəm ki, mənə də bir neçə dəfə Instagramda belə bir sual gəlmişdi ki, hətta necə edim ki, mən artıq izləyicilər arasında mənə belə bir şeylərlə gələnlər var ki, mən xəyalla reallığı artıq qarışdırmağa başlamışam. Yəni, vizualizasiyalar edirəm gecə yatanda, gündüz və s. və artıq yavaş-yavaş bu məndə o qədər çox belə deyək təkrarlanan bir hal alıb ki, mən artıq ayırd edə bilmirəm ki, mən xəyaldanmıyam yoxsa reallıqdanmıyam. Və yaxud da mən artıq belə deyim, gündəlik işlərimdə müəyyən dərəcədə bəzən problemlər yaşayıram, çünki xəyala dalıb gedirəm. Baxın, yəni hər şeyi biz qədərində etməliyik. Hər şeyi, türklərin bir sözü var, tadında buraxmaq lazımdır və vizualizasiya əlbəttə ki, işə yarayır.
amma biz onu mütləq şəkildə fiziki hərəkətlərimizlə, daha sonra təbii ki, zehində olan dəyişikliklərlə, emosional səviyyədə biz bunu mütləq şəkildə dəstəkləməliyik. Əgər hazırsınızsa, Aytən xanım, istəyirəm ki, başlayaq yavaş-yavaş bu sxemi bir-bir verməyə və onun əsasında da biz izah edə-edə gedək. Mənə hətta sizin ilk danışdığınız xatırlatdı ki, bizim fiziki və zehni enerji məsələmiz var idi keçən videoda. O da sanki biraz əlaqəli kimi gəlir. Yəni yenə izləməyənləri yönləndiririk ilk videoya ki, bir növ o təməli də öyrənmiş olsunlar ki, bu da bəlkə növbəti istiqamətlərdə bizə lazım olar və başlaya bilərik. İlk addımımız nədir? Hardan başlayaq? Başlayaq. Deməli, belə bir şey deyim sizə. Sxem kimi verək, bu belə deyək, addım-addım daha sonra üstündən keçərik. Arzu və istəklərinizə uyğun özünüzü proqramlamaq üçün sizə nə lazımdır? Sizə baxın, 3 mərhələdən keçmək lazımdır. Hətta götürün qələm, dəftər, yazın bunları ki, yadınızda saxlayın. Yəni, arzu və istəkləriniz bu 3 mərhələyə uyğun gəlməlidir ki, bu 3 mərhələdən belə deyək, filtrlənib keçməlidir ki, siz ona rahat bir şəkildə çata biləsiniz. Birinci mərhələ hansı mərhələdir? Birinci mərhələ əslində bir çoxumuzun əslində haqqında bildiyi mərhələ. Düşünürəm ki, digər 2 mərhələni çox insan bilmir deyə yenə də müəyyən dərəcədə problemlər yaşanır. Birinci mərhələ təbii ki, şuuraltıdır, yəni zehin məsələsidir. Bu %100-dür. Nəyə görə? Çünki bir şey, bir arzum, bir istəyim, mənim yəni bir hədəfim, mənim təbii ki, şuuraltı proqramlarımla ziddiyyət təşkil edirsə, mən artıq sanki o arzu elə ilk mərhələdən keçmir filtrasiyadan. Yəni, növbəti mərhələyə keçə bilmir. Nəyə görə keçə bilmir? Çünki birinci mərhələdə ilişib qalır, birinci səviyyədə ilişib qalır. Arzularım, istəklərim və şuuraltı proqramlarım arasında ziddiyyət nə deməkdir? Məsələn, baxaq, tutaq ki, deyirəm, bir arzum var, mən hər gün vizualizasiya edirəm və mən deyirəm ki, mən istəyirəm ki, yeni bir iş və nə bilim, 1500 manat maaşı olan yeni bir iş istəyirəm və yaxud da ki, belə deyək, hal-hazırda bir şirkətdə çalışıram və o şirkətdə rəhbər vəzifəyə keçmək istəyirəm. Arzum budur, düzdür? İndi burada belə bir məsələ var. Arzum budur. İndi mənim şuuraltı proqramlarıma baxaq ki, görək birinci, belə deyək, addımı atmaq üçün dəstəklənirəm, yoxsa yox. Arzum budur ki, rəhbər vəzifəyə keçirəm, düzdür? Öz işlədiyim, məsələn, bankda. Amma şuuraltı proqramım deyir ki, rəhbər qadınlar, rəhbər vəzifədə işləyən qadınlar uğurlu ailə həyatına sahib olmurlar. Yəni, istədikləri kimi işdə, karyerada irəli gedirlər, amma uğurlu ailə həyatları olmur. Mən də məsələn, subay bir xanımam, amma istəyirəm ki, yəni evlənim, gözəl bir ailə sahibi olum. Və baxın, avtomatik nə baş verdi burada? 2 kod düşünün, bir-biri ilə toqquşdu. Elə bilin ki, bilmirəm, siz məsələn Excel-də bir kod yazırsınız. Yəni, həm deyirsiniz ki, bərabərdir 5 olsa, bunu tətbiq et. Həm də deyirsiniz ki, bərabərdir 8 olsa da bunu tətbiq et və toqquşma yaranır orada, məntiqi baxımdan bir toqquş. Çünki mən bunu istəyirəm, amma arxa fonda da mənim başqa bir istəyimlə nə olur? 2 arzum bir-biri ilə toqquşur və avtomatik olaraq belə deyim, bir arzum, bir istəyim digərinin önünə keçmiş olur. Yəni, digərini kənarlaşdırmış olur. Və belə olan halda da avtomatik nə olur? Mən birinci mərhələdən kəsilirəm, belə deyim. Yəni, birinci o zehin tərəfdən, şuuraltı tərəfdən artıq mənim arzum reallaşmır. Çünki mənim orada nəyim var? Bir ziddiyyətim var. Və yaxud da başqa bir nümunə verək. Məsələn, yenə də gənc bir xanımam, istəyirəm ki, mənim, bilmirəm, yaraşıqlı 1.80 boyunda bir partnyorum olsun. Amma şuur altında da belə bir düşüncə var, tez-tez rəfiqələrimdən eşidirəm və s. Yəni, şuur üstündə inanmasam da artıq şuur altıma yerləşib ki, yaraşıqlı kişilərin ətrafında çoxlu qadınları olur. Yəni, şuur altında da düşünürəm ki, mən yəni istəmirəm belə bir münasibət ki, harda ki, mən orada daima narahatam ki, bu kişi yaraşıqlıdır, 1.80 boyundadır, başqa qadınlar da ona baxacaq. Mən bunu istəmirəm. Amma şuurüstü səviyyədə mən yaraşıqlı bir partnyor istəyirəm həyatımda, düzdür? Avtomatik olaraq burada toqquşduqmu? Toqquşduğumuz üçün yəni mümkün deyil ki, mənim həyatımda ya o partnyor ümumiyyətlə olmamalıdır, ya da ki, partnyor olsa da
partnyor bir formada həyatıma gəlsə də, mən o birinci səviyyədə kəsilməyim lazımdır, çünki toqquşma var. Partnyor gəlir, amma həqiqətən də tam da elə şuur altında düşündüyüm kimi olur. Yəni yaraşıqlıdır deyə başqa xanımların da diqqətini çəkir. O da biraz nə bilim bəlkə playboy olur və s. və s. Yenə mənim o şuur altında düşündüyüm ssenariyə biz gəlib çıxırıq və avtomatik şəkildə çox rahat formada birinci səviyyədən də kəsilirik və istənilən formada da addımlar atsaq da, baxın, sanki bir otaq var və otağın açarının düzgün şəkildə o açar formalaşdırılmayıb, qurulmayıb. Ona görə də mən nə qədər yoxlasam da fərqli formalarda mən o otağı açıb o birinci belə deyək qapıdan keçə bilmirəm. Bu bizim olur şuuraltı. Belə deyim, birinci səviyyə, şuuraltı səviyyəsi. Burayla bağlı hansısa bir sualınız varmı? Siz elə izləyicilərin səsi olduğunuza görə sizdən soruşuram. Mən belə başa düşdüm ki, xülasə olaraq əslində ilk mərhələdə yəni arzuladığımız şeyi əslində bir tərəfdən də arzulamırıq. Yəni arzumuzdan əmin deyilik və ya da arzumuza ziddiyyət olan başqa bir inancımız var ki, hansı ki yəni ürəkdən istəməməyimi deyim, bəlkə biraz başqa inanclarla bizi fərqli istiqamətlərə çəkir arzumuzu ki, o istəyirəm bu olsun, amma o andan sonra baxarıq bəzən deyirik ki, o andan sonra yəni olsun 1.80 boyunda sevgilim, amma o andan sonra yəni bu sanki öhdəsindən gələrmiş kimi gəlir o ziddiyyətin, amma gələ bilmir. Yəni çünki heç o səviyyəyə keçə bilmirik də bu inanca. Yəni biz başdan blok eləyir ki, o arzumuza çata bilməyi ya da çatsaq da düzgün davrana bilməyi. Yəni onda ilk mərhələdə biz əslində zehinlə, şuuraltı ilə məsələmizi həll etməliyik. Düzdür? Əslində paraleldir. İndi baxın siz dediniz düzdür. Bu özünüzün o dediyinizi mən ikinci mərhələni izah eləyəndən sonra daha yaxşı başa düşəcəksiniz oradakı nəyə görə. Çünki əslində paralel şəkildə gedir bunların hamısı. Yəni və biz mən baxmayaraq ki, bunu belə etap izah edirəm, asan olsun deyə, amma əslində paralel şəkildə gedir. Və biz bütün izahı sona qədər dinləyəndə, belə deyim, artıq orada böyük rəsmi görürük. Və indi bu siz dediyiniz, bəli, əslində bu izahda asan olsun deyə növbəti mərhələ kimi mən desəm də, əslində paralel şəkildə gedir. Baxın, əgər bu hissə aydındırsa, biz ikinciyə keçək və ikincidə biz baxaq ki, digər mərhələdə bizə nə lazımdır. Amma dediyim kimi, ümumi izahda mərhələ kimi deyil də paralel şəkildə gedən, belə deyək, atmamız gerəkən addımlar kimi biz bunu dəyərləndirə bilərik. İkinci səviyyədə uyğunluq, birinci nə idi? Şuuraltı səviyyədə uyğunluq, düzdür? İkinci səviyyədə uyğunluq isə emosional uyğunluqdur. Baxın, emosional səviyyədə mən istəyimlə, arzumla uyğunlaşmalıyam. Bu nə deməkdir? Bax, hələ siz deyən misaldan gəlin qaydaq, düzdür? Mən o yaraşıqlı partnyor istəyirəm, 1.80 boyunda. Amma mən bilmirəm ki, o 1.80 boyunda olan o yaraşıqlı o partnyorun yanında mən özümü necə hiss edəcəm? Yəni, işin emosional tərəfini bilmirəm, baxın. Mən sadəcə düşünürəm ki, mənim bir sevgilim olacaq, hər şey əla olacaq və salam, geniş rəsmə baxıram, düzdür? Amma insan emosiyalarla idarə olunan bir varlıqdır. Yəni bizim bütün günümüzü emosiyalarımız idarə edir. Və ona görə hətta manifestlə çox məşğul olan insanlar da hətta deyirlər ki, bilirsiniz, manifest edəndə adətən deyirlər ki, indiki zamanda məsələn yaz ki, nə bilim, 1.80 boyunda yaraşıqlı bir partnyorum var və s. və mən onunla çox xoşbəxtəm və həmişə deyirlər ki, ora emosiya əlavə et, hansısa bir emosiya. Nəyə görə? Çünki emosiya bizim birbaşa o istədiyimiz hər nədirsə, onunla əlaqəmizi gücləndirir. Amma emosiyada deyəndə insanlar hamısı ancaq belə fikirləşir. Xoşbəxtəm, çox xoşbəxtəm. Yox, xoşbəxtlik emosiya deyil ki, xoşbəxtlik sadəcə bir andır. Baxın, bir anda xoşbəxt olursunuz və bitir. Emosiya tamam başqadır. Yəni, mən 1.80 boyunda yaraşıqlı, nə bilim, zəngin o partnyorun yanında tamam, gəldi həyatıma. Mən onun yanında özümü necə hiss edəcəm? Və yaxud da o məndən necə hiss etdirəcək bu yaraşığı, boyu, buxunu, nə bilim, zənginliyi, təhsili və s. və s. Baxın, kilit məsələ budur. Və orada baxıram ki, aha, bir dəqiqə, yox, mən qısqanacam. Mən həmin o partnyorun yanında mən qısqancılıq hiss edəcəm. Mən bəlkə də yetərsiz hiss edəcəm. Mən bəlkə də dəyərsiz hiss edəcəm, düzdür?
Baxın, işin emosional tərəfi burada girir dövrəyə və mən əgər lap o birinci şuuraltı səviyyədən bir təhər belə deyim, bütün günü pozitiv düşündüm, manifestlədim, baxdım, hər şey etdim. Partnyor gəldi həyatıma, İndi emosional səviyyədə ilişirəm ki, bir dəqiqə, mən axı bunu istəmirdim. Mənə belə bir sual da gəlmişdi keçən gün ki, sanki istəyimə çatıram, amma yəni hissiyat olaraq o hissiyatı vermir mənə ki, mən istəyimə çatdım. Yəni hiss edə bilmirəm, axı belə olmamalı idi. Baxın, onun səbəbi bundadır. Çünki siz o məsələnin emosional tərəfini düşünmürsüz. Amma biz işin emosional tərəfində düşünəndə ki, mən elə bir partnyorun yanında özümü necə hiss edəcəm və konkret biləndə ki, bax nələr hiss etmə ehtimalım var, onda mən artıq bilirəm ki, mən həqiqətən də məsələn elə bir partnyoru istəyirəmmi, istəmirəmmi? Birinci sual. İkinci sual da ki, tamam, yenə də istəyirəm, amma elə bir partnyora mən belə deyək, hazırammı? Psixoloji cəhətdən. Və yaxud da ki, işdən nümunə, məsələn, yenə bayaqki nümunəni götürək, mən işlədiyim ofisdə, bankda və s. Rəhbər vəzifəyə qalxmaq istəyirəm. Tamam, rəhbər vəzifəyə qalxmaq üçün birinci tutaq ki, yenə də deyirəm, keçdik şuuraltı səviyyəni, bir formada qalxdım, çox çalışdım, oldum rəhbər. Amma oradakı o emosional durum, mən orada hansı emosiyanı hiss etmək üçün o rəhbər vəzifəyə qalxmaq istəyirəm? Nə hiss etmək istəyirəm mən orada? Mən orada başqalarının yanında üstünlükmü qurmaq istəyirəm? Ona görəmi rəhbər vəzifəyə keçmək istəyirəm? Baxın, qəşəng sualdır, düzdür? Mən istəyirəm ki, məsələn, 4 il, 5 il öncə bərabər başlamışıq 3 xanımla bərabər, amma onlar hələ də nə bilim kiçik və yaxud da bilmirəm, orta, böyük mütəxəssisdir. Mən isə artıq rəhbər vəzifəyə keçirəm. Mən bunun qürurunu yaşamaq istəyirəm. Baxın, nə yaşamaq istəyirəm, hansı emosiyanı yaşamaq istəyirəm orada konkret ki, mən o vəzifəyə keçmək istəyirəm. Budur açar məsələ. Və mən məsələn bu sualı özümə verəndə baxıram ki, bir dəqiqə, mən rəhbər kimi panika hiss edirəm. Mən rəhbər kimi o məsuliyyət hissini hiss edirəm və hal-hazırki pozisiyamda o dərəcə o məsuliyyəti hiss etmirəm. Mənə daha rahatdır. Amma rəhbər kimi artıq panika hiss edirəm, qəribə bir təşviş və həyəcan hiss edirəm və bu məni sanki rahat hiss etdirmir. Aha, demək ki, mən hələ də o vəzifəyə keçməyə məsələn hazır deyiləm emosional səviyyədə. Aydındırmı? Yəni emosional hazırlıq, emosional uyğunluq o arzularımıza gedən yolda başlıca zehinsel, şuuraltı hazırlıqla paralel gedən digər bir istiqamətdir. Ona görə siz nəyi istədiyinizdən çox hər zaman fokuslanın ki, bir, nə üçün istəyirəm? Nə üçün istədiyimi biləndə %100, yəni səmimi oluram özümlə ki, yəni mən məsələn tutaq ki, deyirəm, bu bahalı, bu lüks görünən çantanı nə üçün istəyirəm? Səmimi oluram özümlə. Mən bunu rəfiqələrimə hava atmaq üçünmü istəyirəm? Mən bunu həqiqətən dəmi, yəni mən çox yüksək standartlı bir insanam, ona mı görə istəyirəm? Yəni oradakı hansıdır o emosiya? Birinci onu tapmalıyam ki, özümlə səmimi olum. Onu tapandan sonra da baxıram ki, həmin o emosiyayla mən həqiqətən, yəni o belə deyim, uyğunlaşırammı? Çünki biz emosiyanı bilmirik deyə, elə bilir ki, o arzu bizim arzumuzdur. Mən bunu istəyirəm, amma emosiyanı biləndən sonra ki, mənim orada nə hiss etmə ehtimalım var. Biz artıq oturub fikirləşirik ki, aha, bax, mənim orada hiss etmə ehtimalım olan o emosiya hiss mənə bu dəqiqə xoş deyil. Demək ki, orada nəsə başqa bir şeylər var. Demək ki, mən bunun üstündə biraz başqa formada çalışmalıyam. İndi aydın oldu bəs? İndi yəni o ilk sualımın cavabı tam aydın oldu. Çünki mən fikirləşirdim ki, məsələn, birinci addım odur ki, şuuraltını təmizləyim, bir növ siz deyən kimi pozitiv düşünərək və yaxud da hansısa başqa bir metodda. Amma indi başa düşdüm ki, yəni özüm də hazırda olan bəzi arzularımı siz danışdıqca nəzərdən keçirəndə anladım ki, bəzilərində mənim ehtiyacım olan emosiya əslində o arzu reallaşsa yaşayacağım emosiya deyil. O arzunu bəlkə də uzun illərdir istəyirəm deyə və yaxud da hansısa bir siz demiş fərqli bir motivasiyadan çıxış eləyərək arzulayıram, amma onun reallaşması sanki fikirləşirəm ki, o reallaşsa mən çox tutaq ki, huzurlu bir həyatım olacaq, amma onu indi düşünəndə ki, bu olsa, amma fikirləşirəm ki, ola bilər, amma bəlkə daha çox məsuliyyətim olsun, daha çox şey düşünəsi oldum. Yəni o arzum reallaşsa yaşayacağım emosiyanın arzumun biraz uyğun gəlmədiyini fərq elədim hal-hazırda.
Bəs belə olduğu halda növbəti addım nədir? Necə qərarlaşdıraq ya da hansını həll eləməliyik bu məqamda? Bu məqamda dediyim kimi mütləq şəkildə özünüzə sual verib o səmimi olmalısınız özünüz. Çünki dediyim kimi insanlar emosional şəkildə özlərini çox zaman tanımırlar. Yəni o məsələn belə bir şey var. Mən ilk konsultasiyalara başlayanda bir ilə yaxın yeni kimsə gələndə konsultasiyaya biz onlara bir sual-cavab, bir neçə sualdan ibarət bir kitabça göndərirdik ki, bəs orada yazsınlar məsələn gözləntiləri nələrdir, hal-hazırda həyatlarında nədir, hansı məsələ, yəni nə gözləyirlər konsultasiyadan, nəyi həll etmək istəyirlər ki, biz o məqsədə fokuslanaq. Çünki bilirsiniz, coach məqsədlə işləyir, hədəflərlə işləyir. Yəni psixoloqdan daha çox fərqi burada əslində göstərir özünü. Və mən orada baxdım ki, hamı demək olar ki, eyni şeyi yazdırdı. Mən orada sual verəndə ki, sizin məsələn bu konsultasiyaların sonunda gözlədiyiniz, yəni hansı emosiyanı yaşamaq istəyirsiniz? Nədən, yəni qurtulmaq istəyirsiniz? Hamı yazırdı ki, bir cümlə, xoşbəxt olmaq istəyirəm, xoşbəxt olmaq istəyirəm. Yox, bu deyil, bu deyil. Xoşbəxtlik dediyim kimi bir emosiya deyil. Bu sadəcə anda yaşanan, bu dəqiqə xoşbəxtəm. 5 dəqiqə sonra nə bilim özümü çox yorğun, qəmgin də hiss edə bilərəm, amma bu mənim ümumi situasiyamı dəyişmir, düzdür? Amma baxırdım ki, hamı yazır ki, xoşbəxt olmaq istəyirəm və soruşanda ki, xoşbəxt olmağı detallandıra bilərsən, yəni daha spesifik, necə xoşbəxt olmaq istəyirsən, daha spesifik ol. Münasibətdə xoşbəxt olmaq istəyirəm. Hər kəs bir cürə xoşbəxtdir münasibətdə, məsələn, düzdür? Manifesting üçün deyirəm bunu. Biri nə bilim xoşbəxtdir ki, yoldaşı ilə hər dəqiqə, yəni belə deyək, ünsiyyətdə olsun, tez-tez danışsın, həmişə bir yerdə vaxt keçirsinlər. Biri də deyir ki, mən daha azad olmaq istəyirəm və ayrı-ayrı səyahətlərə getmək mənim üçün daha belə məni daha yaxşı hiss etdirər. Düzdür? Amma hər ikisinin məsələn xoşbəxtlik anlayışı fərqli olsa da, fərqli anlayışlar eyni xoşbəxt sözünün altında birləşir. Ona görə də deyirik ki, biz emosional baxımından spesifik olun. Yəni fərqi yoxdur. Oturursunuz, manifest yazırsınız, spesifik olun və həmişə fikirləşin ki, bu istədiyim, bu dəftər, bu nə bilim, bu stəkan, bu qələm mənə necə hiss etdirəcək? Bax, o sualı verin və ümumi sözlərdən yayının. Ay, çox xoşbəxt, ay, nə bilim, nə, yox, konkret. Bax, burada məsələn vizualizasiya işə yaraya bilər. Çünki bilirsiniz, beyin, zehin bilmir fərqi reallıq və qeyri-reallıq arasında və sadəcə həmin o anda belə gözünüzü yumub, belə o anda özünüzü təsəvvür edərək baxa bilərsiniz ki, mən orada bir balaca müşahidə ilə nə hiss edirəm? Təşvişəmi qapıldım, stresimi yaşadım, tam tərsi huzurlumu hiss etdim və orada özünüzü aldatmayın. Yəni özünüzlə səmimi olun, arzularınıza və xəyallarınıza gedən yolda. Bax belə, hazırsınızsa bu, aha. Eynən, burada belə bir şey də ağlıma gəldi ki, məsələn, mən özümdə bir uyğunsuzluq gördüm də, yəni arzum və ona uyğun olmayan, yəni istəmədiyim bir emosiya mənə yaşada bilər. Bu halda arzudan mı vazgeçməliyik, yoxsa onu mu dəyişdirməliyik? Oradakı addımlar necə olmalıdır bəs? Çünki arzudan vazgeçmək daha çətin gəlir də insana. Sanki qalan hər şeyi düzəldə bilərəm, amma yenə də o arzum gerçəkləşsin kimi bəzən sarılırıq istəklərimizə. Yox, vazgeçməyin. Niyə vazgeçirsiniz? Sadəcə biz deyirik ki, bunu detallı bilərək o tam tərsinə arzunuzun önündə duran nədirsə o əngəl, onu qaldıraq. Düzdür? Yəni o toqquşma nədir? O ziddiyyət nöqtəsi nədir? Yəni mən bunu istəyirəm, amma fikirləşirəm ki, bu məndə olsa, bu nə bilim, bilmirəm, ağzımı yandırar. Tutaq ki, bunun içindəki çay. Baxın, ziddiyyətdir də. Mən həm çay istəyirəm, həm də fikirləşirəm ki, çayı içsəm ağzım yanar, düzdür? Demək ki, mən orada emosiyaya fokuslanmalıyam ki, mən nə hiss edəcəm, filan şey məndə olsa. Emosiyaya fokuslanandan sonra baxdım ki, aha, mənim siz demiş, yəni uyğunlaşmır, düzdür? Yəni mən onu hiss etmək istəmirdim axı. Demək ki, aha, mən hələ də tam hazır deyiləm buna. Və orada artıq baxıram ki, hazır hiss edə bilmək üçün nələr edə bilərəm. Düzdür? Məsələn, bayaqki o romantik münasibət məsələsindəki mən partnyoru istəyirəm, o yaraşıqlı partnyor, zəngin partnyor, amma sonra təsəvvür etdim, baxıram ki, aha, bir dəqiqə, zəngin partnyorun, yaraşıqlı partnyorun yanında mən özümü dəyərsiz hiss etdim. Nəyə görə dəyərsiz hiss edirəm? Biraz da fikirləşirəm ki, aha, mən özümü yetəri qədər onun yanına sanki layiq görmürəm. Aha, hardan
gəlir mənim bu dəyərsizlik duyğum, hardan tətiklənir? Baxın, belə sual verə-verə hər bir insan əslində özünə coachluq edə bilər, düzdür? Bu sualı verə-verə arxaya gedə-gedə biz tapırıq ki, aha, bu emosiya bağlanır filan şeyə, filan bilmirəm, hadisəmi və s. və mən onun üstündə işləyirəm. Aydındır? Yəni burada biz niyə arzumuzdan keçək ki və sonra baxın, maraqlısı odur. Onun üstündə işləyəndən sonra sizin arzunuz dəyişə də bilər. Onu da deyim. Çünki biz bir çoxumuz arzu belə deyək, istək sistemində kopyalama ilə gedirik. Yəni filan kəsdə var, məndə də olsun, onda gördüm, xoşuma gəldi, mən də istəyirəm. Amma çox zaman heç özümüz nə istədiyimizi belə bilmirik. Ta ki belə deyim, o istədiyimizi əldə edib baxıb, aha, axı mən burada o gözlədiyimi yaşaya bilmədim, niyə belə oldu deyə düşünəndən sonra, yəni belə deyim, ağzımız bir dəfə yanandan sonra və yaxud da bir neçə dəfə yanandan sonra, əgər ağlımız başımıza gəlmirsə, ilk dəfə yananda ağlımız başımıza gəlmirsə, bir neçə dəfə yanırıq, sonra ağlımız başımıza gəlir. Amma bunların yaşanmaması üçün dediyim kimi bu sxemi indi ardında izah edəcəm. Bu sxemi tətbiq edərək özünüzə suallar verə-verə bir balaca baş sındıraraq özünüzə daha doğru istiqamət tapa bilərsiniz. Bu hissələr tam aydın oldu. Növbəti hissəni gözləyirik. Aha, keçək növbəti hissəyə. Deməli, sxemimizi biz tamamlayırıq 3-cü hissə ilə. Sxemi tamamlayandan sonra 2 əlavə də bir belə deyək ki, taktika deyəcəm ki, onları da tətbiq edərək tamamən, yəni əlinizdə full bir belə deyək ki, o addım-addım proqramlama olsun. Dedik ki, birinci şuuraltı idi, ikinci emosional səviyyədə uyumlu olmaqdır arzumuzla. Üçüncü məsələ isə bizim ruhsal səviyyədə uyumlu olmaqdır arzumuzla və ən çətin nöqtə də əslində budur. Nəyə görə? Çünki tamam, bir təhər şuuraltını həll etdim, emosional həll etdim, amma bugün o qədər çox insan özünün ruhsal missiyasını axtarır ki, bilirsiniz, mən çox maraqlanıram bu mövzularla, ruhsallıqla. Yəni hər birimiz bir bədəndə bir ruhuq, düzdür? Yəni ruhun bir parçasıdır, bədənə belə deyək, can verən. Demək ki, bu ruh bu bədəni seçib bu dünyaya gəlibsə, bir məqsəd var. Yəni boş-boşuna, necə deyərlər, heykəl kimi yaşayıb getməyə gəlməyib, bir məqsədlə gəlib, bir şeylər etməyə gəlib. İnşallah ki, növbəti YouTube videolarımızda biz daha dərinlərə enərik, ruhsal mövzulardan da mütləq şəkildə danışarıq. Bir məqsəd üçün gəlib və biz də buna adətən spirituallıqda ruhun missiyası deyirik. Yəni ruhun bir neçə missiyası olur, bir missiyası olmur, çoxlu missiyalar olur əslində, amma əsas missiya olur və onun ətrafında da toplanan başqa çoxlu missiyalar. Və məsələ bundan ibarətdir ki, biz ruhumuzun missiyasına uyğun getməyəndə, baxın, bizdə hər daim o daxildə, çox daxildə bir narahatçılıq qalır. Biz sanki bilirsiniz necə hiss edirik. Bir dəfə bir şəkli görmüşdüm, heyf ki, bilmirəm, sonra bəlkə tapsaq o şəkli əlavə edərik bura. Yəni mənə görə ən gözəl izah edən bir şəkildir. Belə sarımsaq topasıdır və orada bir dənə mandarin var belə qoyulub. Yəni deyir ki, baxmayaraq ki, ölçü və s. hər tərəfli formada uyğun gəlir bura, amma əslində nədir? Bu mandarindir, bu da sarımsaqdır. Yəni belə deyim, biz bəzən dünyanın o qapılırıq, düzdür? Məsələn, fikirləşirəm ki, mən bir şirkətdə işləyirəm, bir korporativdə, bir bankda. Nədir burada məntiqli olan? Burada məntiqli olan mənim yüksəlməyimdir, rəhbər vəzifə, nə bilim, yuxarı, maaş artımı və s. və s. Və düşünürəm ki, mənim arzum budur. Qapılıb gedirəm, yəni. Amma çox daxildə baxın o sıxıntı qalır həmişə ki, sanki nəsə oturmur yerinə. Hər şey var, amma heç nə yoxdur. Yəni bir şey oturmur sanki yerinə. Bax, o zaman biz həmin o sarımsaqdakı o mandarin kimi oluruq. Yəni belə deyək, standartlara uyğunlaşırıq, amma daxildə bir şeylər qalır. Bax, o ruhun missiyasıdır. Siz nəsə deyirdiniz deyəsən? Yəni çox qəşəng bir nümunə idi və onu təsəvvür edəndə həqiqətən uyğun kimi görünmək, amma uyğun hiss eləməmək sözü gəldi ağlıma ki, ola bilər ki, çox hər şey yaxşı görünür, belə olmalıymış kimi görünür, amma sən hiss edirsən ki, bu belə olmalı deyil axı. Burada nəsə var. Bəs elə hiss edəndə ki, addımımız nə olmalıdır?
Mhm. İndi burada biz dedik ki biz ruhsal o zaman missiyamızı tapmalıyıq, düzdür? Və bunu bugün çox insan axtarır. İnanın ki, yəni bəzi insanlar şüurlu, fərqində şəkildə axtarır bunu ki, mən nə etməliyəm? Həqiqətən də bu sualı özlərinə verirlər. Düzdür? Fərqindəlik yolunda gedən hər kəs bir nöqtədə dirənib bu sualı özünə verir ki, sanki mən doğru yerdə deyiləm. Sanki mənim etməm gərəkən daha böyük bir şeylər var. Yəni burada şərt o deyil. Mən həmişə deyirəm ki, missiya deyəndə hər kəsin ağlına sanki atomu parçalamaq, nə bilim, belə çox belə böyük bir şeylər gəlir, amma yox, missiya, yəni bilirsiniz, həmişə deyirəm bunu, təbiətdə hər şey, yəni kainatda hər şey möhtəşəm bir uyum içərisindədir və biz əslində o qədər möhtəşəm uyum içərisindədir ki, biz deyə bilmərik ki, yəni məsələn qarışqa lazımsızdır. Qarışqalar məsələn baxırıq görünmür, düzdür, tutaq ki. Amma qarışqanın da bir missiyası var. Ən kiçik gözə görünməyən o mikroskopik orqanizmlərin də missiyaları var, düzdür? Yəni hər birimizin də bir missiyası var. Fərqi yoxdur, böyükdür, kiçikdir, amma bir ümumi böyük bir rəsmin çox kiçik bir parçası kimi gəlirik bu dünyaya. Və çox insan dediyim kimi ya şüurlu şəkildə axtarır bu missiyanı ki, nədir? Axtarır ki, axtaran da tapır, inanın ki. Siz də bilərsiniz bunu. Yəni axtaran əvvəl axır sanki bir yerlərə gəlib çıxır. Bəzi insanlar da baxın, bilmədən, fərqində olmadan o boşluğa düşür. Bilirsiniz, depressiyalar, yəni artıq həyatdan bir balaca o əlini, ayağını çəkmək, heç bir şeyin səni qane etməmə hissiyatı. Baxın, çünki çox dərinlərdə sən bilirsən ki, başqa bir şeylər etməlisən sanki. Hər şey əla gedir. Yəni pul qazanırsan və vəzifən gedir. Baxırsan ki, ailə həyatın qaydasında. Bəs nədir o çatışmayan? Bax, orada o sualı veririk özümüzə və baxırıq ki, sanki mən burada bir şeylər var daxildə, düzdür? Bunun əlbəttə ki, bir yolu təbii ki, fərqindəlik yoluna girərək, bu yolda gedərək, ətrafa baxaraq, yavaş-yavaş biz, yəni o zehnimizdəki duman çəkildikcə bizim, yavaş-yavaş o belə deyək ki, ruhsallıq ön plana çıxır və artıq ruhumuzun səsini eşitməyə başlayırıq və o bizi istiqamətləndirir. Bir də ki, daha qısa yolu desəz ki, yox, mən yəni daha qısa bir yol, o da ki, bizim məsələn çox tez-tez etdiyimiz, mən sırf buna görə məsələn numeroloji analizlər edirəm. Yəni numerologiyanı məsələn etmə səbəbim sadəcə demək olar ki, budur. Çünki numerologiyada çox gözəl hesablamalar var ki, bilirsiniz, məsələn bizim missiyalarımızı, biz missiyamızı öyrənə bilərik ki, nədir bizim missiyamız və yaxud da ki, bilmirəm, istedad talantlarımızı öyrənirik. Baxırıq ki, ruhsal istedadlarımız nələrdir, fərqi yoxdur, karmalarımızı öyrənirik, düzdür? Yəni bunu daha qısa yoldan belə edirik, bu hesablamalarla öyrənirik və amma əgər siz məsələn o analizi bir dəfə oxuyub kənara atacaqsınızsa, əlbəttə yenə işə yaramır. O zaman işə yarayır ki, oxuyuram, baş sındırıram. Mənim çox xoşuma gəlir bu, bəzi izləyicilər var, məsələn analizi alırlar, oxuyurlar, sonra günlər sonra yəni geri dönüşlə gəlirlər ki, filan cümləni oxudum, məndə filan bir aydınlanma yaşandı, filan cümləni oxudum. Baxırsan ki, bax, oxuyub kənara atmayıb, oxuyub oturub üstündə düşünüb bəlkə də günlərlə və bir nəticəyə gəlib. Baxın, və o bir addımdır. Onu atandan sonra, dediyim kimi, bu sizə fərqindəliklə də gələ bilər. Bu sizə, baxın, məni burada dinləyirsiniz, məni Telegramda dinləyən insanlar var, proqramlara qoşuluruq və s. Bir inkişaf yolu ilə bu bizə gəlir və ən sonunda yönlənirik. Ya da ki, məsəl üçün dediyim kimi, onu da edirik, analizlər də edirik və bu formada ruhsal missiyamızı da tapırıq və onu da, çünki ruhsal missiya elə bir şey deyil ki, siz onu konkret götürüb, ancaq onun arxasıca gedirsiniz. Ruhsal missiya, baxın, hər şey, istədiyimiz hər şeyi əslində tamamən, belə deyək, əhatələyən bir missiyadır. Məsələn, çox bəsit bir nümunə verim, oradan siz anlaya bilərsiniz. Tutaq ki, deyirəm, hələ çox sadə formada. Gəldiniz, numeroloji analiz etdiniz. Analizdə çıxır ki, sizin istedad və potensialınız, məsələn, pul axınınız, tutaq ki, deyir ki, insanlara xidmət istiqamətində çox, belə deyək, yaxşıdır. Yəni, bolluq bərəkətiniz insanlara xidmət istiqamətindədir. Və burada sual yaranır ki, mən insanlara necə xidmət edim? Məsələn, mən, nə bilim, mühasibəm, yəni bu nədir, bu hansı formada ola bilər? Amma bilirəm ki, nəsə etməliyəm. Və orada baxırıq ki,
Demək ki, mənim başqa bir məsələn istedadım var, başqa bir bacarığım var və yaxud da ki, mühasib belə istəsə insanlara xidmət edə bilər. Düzdür, nə bilim, götürər Instagramda o videolar çəkər, ödənişsiz materiallar paylaşar, tutaq ki, deyirəm. O belə xidmətdir, düzdür? Yəni bir şəkildə insanlara bir məlumat ötürmək. Və bu şəkildə də baxın, tanınar. Məsələn, tanınaraq da insanlara xidmət edərək pul kanallarını aktivləşdirər. Baxın, yəni ruhsal missiyam bu şəkildə mənə biz ruhsal missiyamızı yerinə yetirdikcə o bizim avtomatik bütün həyat sferalarımıza təsir göstərir. Yəni sevgidə, pulda, ailədə, sağlamlıqda, hər şeydə. Yəni bir böyük missiyamız olur, daha sonra bir çox şaxələnmiş missiyalarımız və biz o missiyanı tapıb yavaş-yavaş belə deyək, ruhsal səsimizi, iç səsimizi eşitməyə başladıqca o bizi başlayır hər istiqamətdə yönləndirməyə. Və bu dediyim kimi ən çətin addımdır. Yəni biz məntiqi baxımdan addımlar ata bilərik. Tutaq ki, bayaqki nümunə məntiqi baxımdan gedim Bakı Dövlətin Hüquq Fakültəsində oxuyum. Çünki hüquqşünaslar yaxşı pul qazanır. Hüquqşünasların yaxşı karyera fürsəti var. Amma ruhsal baxımdan məsələn hiss edirəm ki, nəsə çatışmır. Nədir çatışmayan? Bəlkə də mənim bilmirəm bir danışma bacarığım var. Bəlkə də mənim nə bilim müəllimlik istedadım var, hansı ki mən o istiqamətdə də insanlara fayda verə bilərəm. Tamam, hüquqla müəllimliyi necə birləşdirirəm? Aha, bəlkə bir neçə tələbə götürüm, onları filan istiqamətdə hazırlaşdırım. Yəni dediyim kimi missiya deyəndə burada bunu gözünüzdə böyüdüb çox dərin fikrə getməyə ehtiyac yoxdur və insan ruh öz missiyasını onsuz da bilir ki, dünyaya gəliriksə biz, burada da bir şərait var, düzdür? Yəni biz uçub göydə uçub qaça bilmərik. Bunun bir yolu olmalıdır o missiyanı yerinə yetirməyin. Və dediyim kimi biz o yavaş-yavaş o mandarin, həmin o bayaqki nümunədəki o sarımsaqdakı mandarin olmaqdan çıxıb öz mandarinimizi tapanda və ora gedib birləşəndə artıq deyirik ki, tamam. Aha, bax yavaş-yavaş ondan sonra daha böyük rəsmi görməyə başlayırıq və baxın orada artıq bizim emosional şəkildə də biz artıq hiss edirik ki, doğru yerdəyəm. Şura altı da deyir ki, tamam. Yəni bax buralar mənim necə deyirlər alanımdır. Mən doğru yerdəyəm və baxın orada artıq inanılmaz dərəcədə möhtəşəm bir belə deyək balans yaranır. Və hər şey başlayır paralel şəkildə işləməyə. Mən demirəm ki, hər şey belə su kimi gedir. Yox, orada da təbii ki, çətinliklər çıxa bilər önünüzə və s. Amma bu mərhələlərdən keçən insanların baxın həyatı bir çox istiqamətdə başlayır yavaş-yavaş necə deyirlər, axarına qoyulmağa. Ümid edirəm bu ruhsal hissə biraz çox qarışıq gələ bilər. Çünki dediyim kimi bu çox böyük bir mövzudur və çox insanın da bugün əslində başını bir tərəfdən, zehninin bir tərəfində düşündüyü bir mövzudur və növbəti videolarda mütləq şəkildə biz buralara da daha dərin formada girərik. Amma qaydaq mövzumuza ki, addım-addım proqramlamada, bəli, şuuraltı, emosional və ruhsal şəkildə bir tamamlanmayla, bax biz o zaman artıq belə deyək, tam şəkildə o çayın əksi istiqamətinə deyil də tam o axında getməyə başlayırıq. Yəni bu dedikləriniz o qədər gözəl səsləndi ki, insanın zehninin, duyğularının, ruhsal tərəfinin eyni istiqamətə getməyi, eyni yolu seçməyi, sanki bir çarx var və bu üçü balansda olanda o çarx işə düşürmüş kimi gəldi mənə. Bəlkə bu çarx elə bizim həyata enerji verən çarxımızdır. Bəlkə belə olmadığı üçün müəyyən şeylərdə də öz enerjimiz çatmır ki, onları reallaşdırmağa. Çünki bəzən arzu olur, bəlkə onun emosiyası da düz olur, amma onu sanki başlaya bilmirsən. Onda sizin dediyiniz o ruhsal tərəfi mənə fikirləşdim ki, o ruhsal tərəfə bəlkə uyğun gəlmir o arzu. Ona görə sanki nəsə bir əngəl yaranır və yaxud da onu eləməyə gücüm çatmır, enerjim çatmır, motivasiyam olmur. Ona görə ruhsal tərəfdə çox önəmli olduğunu anladım və bunların üçünün balansda olmağı sanki yenidən həyata nə üçün gəlmişsənsə onun üçün yaşamağa başlayırsanmış kimi gəldi artıq. Eynən. Yəni hər kəs nəsə üçünsə gəlib dediyim kimi, düzdür? Yəni sevgi, ailə, pul, yəni insanlar adətən böyük belə deyək ki, rəsmə fokuslanır ki, yəni pul istəyirəm, sevgi istəyirəm, tamam, amma hər kəsin də onu əldə etmə yolu fərqlidir axı, düzdür? Və bu istiqamətdə ona görə biz bu addım-addım bilməliyik ki, siz demiş, yəni o çarxdırsa, yəni bir var ki, şuura altım bir tərəfə dartır, nə bilim, emosional tərəfdən bir tərəfə gedirəm, ruhsal tərəfdə ümumiyyətlə
yəni ruhumun səsini də eşidə bilmirəm. Mən qarışır zehnim bir-birinə. Bilmirəm nə edim, baxın nəsə edirəm, alınmır. Hər şey yolundadır, amma nəsə yenə də bayaqki kimi hər şey var, heç nə yoxdur. O hissiyatı yaşaya bilmirəm, hiss edə bilmirəm onu. Çünki baxın bu üçlü bir-biri ilə ahəng halında hərəkət etmir. Ümid edirəm ki, bu hissə belə deyim bizi izləyənlərə aydın olar və oturub düşünərlər bu barədə. Çünki mən istəyirəm ki, bir də iki əlavə belə deyək bir nə deyək buna, bir tip verim onlara, bir ipucu verim onlara bu arzulara çatmaqla bağlı. Onları da istəyirsinizsə o hissədə başlayaq. Baxın, indi biz danışdıq, düzdür? Artıq addım-addım proqramlanma sxem əlimizdə. Onu qoyaq bir qırağa, bir də bura baxaq. İnsanlar çox zaman deyir ki, mən gərək məqsəd qoyum, bir hədəf. Hədəfə doğru fokuslanım və gedim, düzdür? Və burada amma çox zaman bizim qaçırdığımız bir məsələ var. O da nədən ibarətdir? Biz çox zaman o hədəfi qoyuruq və başlayırıq o hədəfə doğru gedirik. Tamam, burada bir problem yoxdur. Əlbəttə ki, hədəf, yəni bayaq dediyim kimi hərəkət lazımdır, o action lazımdır. Amma çox önəmli bir məqam var ki, onu heç bir zaman unutmayın ki, hədəfə gedən yolda mütləq şəkildə o flexible, esnek olmağı unutmayın. Mütləq şəkildə. Çünki biz fokuslanırıq bir şeyə və istəyirik ki, ona gedirəm, düzdür, fokuslandım, gedirəm. Amma bəlkə o gedilən yolda, baxın, mənim önümə daha yaxşı fürsətlər çıxa bilər. Çünki bir insan yol gedirsə, dünənim və bugünüm eyni ola bilməz mənim. Mən dünənimə görə bugün həmişə daha fərqli olmalıyam. Çünki biz hər gecə elə fikirləşin ki, bizim necə ki iPhone-lara, telefonlara o gəlir update-lər, güncəlləmələr. Biz hər gecə, hər gün bizdə o güncəlləmələr getməlidir. Əgər getmirsə, o zaman bizim baxın sistemimiz ilişir. Və mən əgər bir yola çıxmışamsa və 6 ay əvvəl nə düşünürdümsə, bugün də eyni düşünürəmsə, demək ki, orada bir problem var. Demək ki, orada mənim sistemim yetəri qədər güncəllənmir, orada bir update getmir. Və bu da bilirsinizmi nə olur? Mən hədəfə çatıram hətta, amma baxıram ki, yenə də nəsə yenə də uyğun gəlmədi. Çünki mən hədəfə çatmağa o qədər fokuslandım ki, bu dəfə də ətrafdakı o baş verən dəyişiklikləri gözdən qaçırdım. Məsələn, IT sahəsində çalışanlar bunu yaxşı bilər. Biraz öz sahəmdən nümunə verim. Orada məsələn iki cürə yanaşma var. Bir, əgər siz bir məhsul inkişaf etdirirsinizsə, bir məhsul üzərində işləyirsinizsə, belə fikirləşin ki, bir çox ənənəvi yanaşma var ki, hər şeyi əvvəlcədən planlayırsınız. Hətta waterfall metodologiyası deyirlər, yəni şəlalə, axan istiqamətdə. Hər şey planlanır, hər şey belə addım-addım və siz o plandan kənara çıxmırsınız, plana uyğun gedirsiniz. Amma bunun, baxın, məsələn, heç bir böyük, belə deyək, hədəfləri olan heç bir şirkət bu metodologiya ilə getmir. Bilirsiniz nəyə görə? Çünki mən o planı tətbiq etdiyim müddətcə rəqib şirkətlər çox sürətli bir formada yeni bir məhsul çıxarda bilər ortaya ki, hansı ki, mənim üstündə 2 il, 3 il işlədiyim plan getdi çöpə. Nəyə görə getdi? Çünki mən plan üstündən gedirdim, amma onlardan xəbərim yoxdur və yaxud da var, amma nə dərəcədə detallı xəbərim var. Bir də baxıram ki, məsələn, mən kamera üstündə işləyirəm filan, bir də baxıram ki, onlar mənimkindən çox daha keyfiyyətli bir məhsulu çıxartdılar ortaya və salam. Bitdi, getdi, düzdür. Ona görə biz çox zaman o fokuslananda hədəfə çatıb baxırıq ki, yox, nəsə olmadı. Çünki baxın, dediyim kimi o güncəllənmə hər gün getməlidir. Hədəfə gedən yolda mütləq şəkildə ətrafınıza baxmağı unutmamalısınız. Amma digər metodologiya nədir? Digər metodologiya o agile metodologiyasıdır, hansı ki biz tutaq ki, bir həftə işləyirik bir hədəf üstündə, işlədiyimiz hədəfi çatdırırıq. Ondan sonra orada məsələn müştəridən də fikir alırsan, nə bilim, kimlər ki istifadə edəcək məsələn o aplikasiyamı, o nə bilim telefonmu, kameramı, onlar fikri bildirir və sən onların fikrinə əsaslanaraq yoluna davam edirsən və burada heç bir belə deyim plan yoxdur. Sən sadəcə maksimum həftəlik bir planı bilirsən, amma hər an hər şey dəyişə bilər. Yəni vizyon, sonda gedəcəyim o nöqtə, son məhsul, final product hər zaman dəyişə bilər. Çünki mən açığam şərtlərə, baxın. Bu çox önəmlidir. Çünki mən belə olan halda şərtləri də görürəm,
ətrafda olan fürsətləri də görürəm. Mən öz rəqiblərimi də eyni istiqamətdə gedən o insanları da dəyərləndirirəm və onun istiqamətində ortaya bir hədəf qoyub daima əslində özümlə rəqabət aparıb, özüm öz o hədəfimi yeniləyib daha yaxşısına çata bilirəm. Bilmirəm, bu ümid edirəm çox qarışıq danışmadım. Aygün xanım, məncə yeganə koçsuz ki, siz Agile metodologiyasını ruhsal mövzulara tətbiq elədiniz. Yəni bu dünyada ilk ola bilər. Bilirsiniz də, Çox mənim maraqlıydı beynim amma. belə Hətta işləyir axı, mən belə. Hətta düşünürəm ki, bu Agile metodologiyası hal-hazırda bizim ölkədə də çox populyarlaşır və çoxlu belə deyim, öyrənən insan var bu metodologiyanı, hansı ki, işdə tətbiq eləmək üçün öyrənən var. Amma əslində siz dediyiniz kimi bunu real həyatımıza da tətbiq eləsək, yəni məsələn bəlkə bir həftədən bir, 2 həftədən bir o məqsədimizə gedən yolda nəticələrə, əldə etdiklərimizə baxsaq, onu analiz eləsək, o artıq bizə uyğundur deyil, biraz da o haqqda düşünsək, yəni çox böyük bir metodologiyadır bu, amma şəxsi həyatda tətbiqi də düşünürəm ki, o qədər böyük, necə böyük şirkətlər bundan yararlana bilirsə, biz balaca adamlar olaraq da bundan çox faydalana bilərik. Çox sağ olun bu izah üçün də. Buyurun, təşəkkür edirəm mən də. Yəni bəli, bu da çox maraqlı. Yəni ümumiyyətlə bilirsiniz, bir həyatda istənilən bir məsələ ilə bağlı, yəni sırf oturub onun kitabını oxumağınıza ehtiyac yoxdur. Həmişə deyirəm, yəni bir balaca müşahidə aparanda baxırsınız ki, hər şeyin içərisində hər şey var. Ona görə də onu götürüb tətbiq etməyə lazımdır və dediyim kimi, bəli, böyük şirkətlər, qlobal şirkətlər, böyük layihələr, böyük məqsədləriniz hər zaman necə olmalıdır? Flexible olmalıdır, dəyişə bilən, düzəldilə bilən, fərqli yeniliklər əlavə oluna bilən olmalıdır. Çünki dediyim kimi, ola bilər ki, o hədəfi qoydum. Qısa müddətli hədəfləriniz, baxın, spesifik ola bilər, ona fokuslana bilərsiniz. Necə ki, yenə də deyirəm, şirkətlər də çox qısa bir proyektdirsə, kiçik bir proyektdirsə, ənənəvi metoddan gedir. Hər şey belə deyək, analiz olunur, yazılır, sənədləşdirilir və s. bitdi. Qısa proyekt. Amma böyük, hansı ki bizim o vizyoner, biz bir şey istəyirik həyatımız üçün. Çünki insan həyatı məncə vizyonerdir, düzdür? Yəni dəyişir, insan stabil, balaca, onu istəmir. Və belə olan halda, bəli, kiçik məqsədləriniz üçün hədəflər qoya bilərsiniz, amma böyük məqsədləriniz üçün flexible olun. Bax belə, indi keçək növbəti hissəyə. Bir dənə də son bir şey demək istəyirəm. Bu da arzu və hədəflərlə bağlıdır təbii ki. Deməli, mən uşaq olanda, uşaq vaxtı bilirsiniz, mən həmişə deyirəm ki, 0-7 yaş aralığında, yəni bunu təkcə mən demirəm bu arada, bu isbat olunmuş bir şeydir. 0-7 yaş aralığında bizim zehnimiz, şuur-altımız aktiv olur və biz yığırıq hər şeyi və 7 yaşdan sonra nə baş verir? 6-7 yaşdan sonra, hətta bəlkə indi daha da tez, çünki bilirsiniz, uşaqlar həyata çox tez atılırlar indi. Bağçaya gedir, məktəbə gedir, kitablar, dərslər, kurslar, o bu yüklənir zehnimiz avtomatik və yavaş-yavaş bizim əslində necə ki, uşaqlar fikir versəniz, necə yaradıcı olurlar, necə onların çünki hələ ruhsal tərəfdən baxsaq, öz ruhları ilə kontaktı itirməyiblər. Hələ o həyatın qarmaşasına girməyiblər. Amma biz artıq o həyatın qarmaşasına girdikcə, belə deyim, bizim artıq ruhsal tərəfimizlə əlaqəmiz kəsilir. Və mən də uşaq olanda həmişə belə deyim, hər gecə xəyal quraraq yatırdım. Hər gecə, yəni mən hər gecə belə xəyallar qururdum, uzun xəyallar və elə yatırdım. Sonra illər keçdi, əlbəttə ki, məktəb, universitet, o, bu və s. və artıq yenidən 2018-ci ildən belə deyim, o özümə qayıtmağa başladığım müddətlərdə birdən-birə dedim ki, mən illərdir, yəni xəyal qurmuram. Baxdım ki, mən həqiqətən illərdir gəlirəm, yatıram, dururam, işə gedirəm, nə bilim, dərsə gedirəm, universitetdən xəyal qurmuram. Amma mən uşaq vaxtı nə qədər xəyal qurardım və baxıram ki, uşaq vaxtı qurduğum xəyalların çoxu da gerçəkliyim olub, yəni. Hətta ondan sonra, yəni indiki yaşadığım dönəmdə də gerçək olub hamısı. Və dedim ki, tamam, yəni adətən belə deyirlər ki, bir şeyin ən doğrusunu öyrənmək istəyirsinizsə, uşağa baxın, görün onun uşaq necədir. Çünki uşaqların zehni, yenə də deyirəm, yüklənmiş olmadığına görə onlar daha yenə də esnəkdirlər, daha belə deyim,
zehinləri bulanlığı olmadığına görə, ruhları ilə kontaktda olduqlarına görə hər şeyi daha aydın görürlər. Və mən də dedim ki, tamam, bir dəqiqə. Mən uşaq vaxtı çox xəyal qururdum. İndi qurmadım çox uzun bir müddət. Ruhumla bağlantım kəsilmişdi. İndi yenidən bu bağlantını qurmağa çalışıram. Onda mən də xəyal qurum. Sonra bir müddət yenə baxdım və artıq dedim ki, biraz işi, yəni bilirsiniz, işin texniki tərəfini sevirəm mən. Dedim ki, bəs bu xəyal qurmağın görəsən yenə bir sxemi olsa, yəni bu o vaxtı xəyal qurmaq deyildi. İndi buna vizuallaşdırma deyirik, manifest deyirik və s. Bunun bir belə deyək, texniki bir sxemi olsa, bu sxem hansı formada olar görəsən? Yenə qayıtdım uşaq vaxtıma ki, mən uşaq vaxtı necə xəyal qururdum? Fikirləşdim və tapdım sxemi ki, aha. Baxın, İnsanlar bayaqki söhbət kimi bir şeyi istəyir və ona fokuslanır. Dedik ki, fokuslanır ki, mən ancaq bunu istəyirəm. Hətta manifestlərdə deyirlər ki, konkret rəngini de, nə bilim, məsələn, maşın istəyirsənsə onun markasını de və s. və s. Hər şeyi hiss et. Okey, buralarda bir problem yoxdur. Amma bir dənə problem nə var? Biz o qədər o istədiyimizə fokuslanırıq ki, nə istəyiriksə ona. Biz o istədiyimiz hər nədirsə, onu həyatımızın bir parçası olaraq görmürük çox zaman. Biz onu sadəcə bir parça olaraq görürük. Baxın, nə demək istəyirəm? Məsələn, mən bir maşın istəyirəm. Tutaq ki, mən yeni bir maşın almaq istəyirəm. Bütün günü manifestlər edirəm, vizuallaşdırıram ki, yeni maşınım, nə bilim, detallarıyla ki, dəri salon, nə bilim, bu, bütün detalları qururam filan marka. Tamam. Ordadır hədəf. Amma hədəfi həyatımın bir parçası halına gətirmirəm. Baxın, amma uşaq vaxtı mənim etdiyim sxem və dediyim kimi uşaqlar nə edirsə doğru edir. Nə idi? Mən tutaq ki, velosipedi istəyirdimsə, məsələn deyirəm. Mən oturub velosipedi düşünmürdüm. Mən velosipedin rəngi belə olsun, elə olsun düşünmürdüm. Mən gözümü yumurdum, xəyala gedirdim ki, məsələn, səhər oyanmışam, amma bugün məktəb yoxdur. 6-cı gündür, amma məktəb yoxdur. Mən uşaq olanda bilirsiniz, 6-cı günlər də məktəb var idi və heç sevmirdim. Baxmayaraq ki, çox yaxşı şagird idim. Amma 6-cı günlər həmişə bir bəhanə ilə evdə qalmaq istəyirdim. 6-cı gündür oyanmışam, məktəb yoxdur. Kanalda multfilmlər gedir. Mən biraz multfilmə baxıram. Sonra anamdan icazə alıram, velosipedimi götürürəm, düşürəm həyətə. Orada mənim qonşuda rəfiqəm də var, yaxın rəfiqəm, uşaqlıq dostum. Onu da çağırıram, aşağıdan qışqırıram ona. O da düşür aşağı. Mən sürürəm, o da mənim yanımda gəzir. Çünki onun velosipedi yoxdur, məndə var. Sonra mən ona verirəm, o da sürür. Sonra amma anam tapşırır ki, ehtiyatlı ol, yıxılıb eləmə. Mən də deyirəm ki, qoy yıxılmayım deyə saçlarımı yığım ki, saçım üzümə düşməsin. Bax belə, sonra gün belə keçir, nə bilim, bacım velosipedi istəyir, bacıma vermirəm. Belə fikirləşirəm ki, vermərəm ona. Çünki o birdən nəsə uzağa gedər falan, sonra mənə söz gələr. Baxın, bir velosipedi qoymuşam bütün o serialın içinə. Və serial gedir zehnimdə, yəni hər tərəfli qurmuşam onu. Sonra evə qayıdıram, velosipedi anam içəri buraxmır, çünki çirklidir deyə qapıda onu qoymağa məcbur qalıram. Sonra fikirləşirəm ki, qapıda qalsa birdən narahat olaram. Baxın, belə gedir beynimdə. Bütün detallar, yəni mən istədiyim hər nədirsə onu həyatımın içinə qoyaraq, böyük rəsmin içində görürəm. Və mən anladım ki, bəli, bir çox insan, indi mən sizə bir texnika verəcəm, oturub edin və görəcəksiniz ki, arzularınız, istədiyiniz arzular eyni rəsmə yerləşmir. Eyni rəsmə yerləşdirə bilmir. Yəni, bir dənə həyatınız var, düzdür? Bir həyat yaşayırsınız. Baxacaqsınız ki, bir çox arzunuz, bir çox xəyalınız bir-biri ilə eyni rəsmə yerləşməyəcək. Nəyə görə yerləşməyəcək? Çünki sanki siz onları ayrı-ayrı qurursunuz. Amma onları bir araya gətirəndə onlar sizin puzzlın bir parçası olmur. Məsələn, tutaq ki, deyirəm, mən deyirəm ki, ev istəyirəm, Bakıda ev istəyirəm, nə bilim, 3 otaqlı evim olsun. Bir tərəfdən də xarici ölkəyə köçmək istəyirəm, tez-tez ancaq xarici işlərə başvururam ki, buradan çıxım gedim, Azərbaycanda yaşamaq istəmirəm. İndi sizə sual verirəm. Ümumi baxanda, düzdür, tamam, yenə də Bakıda ev ala bilərsiniz, o da problem yoxdur. Amma daha belə realistik baxsaq, köçən ölkədən çıxıb getmək istəyən bir adamın həyatının, yəni iki o zaman ayrım var da, bir ölkədən xaricdəki qurduğu xəyal, bir də buradakı Bakıda qurduğu xəyal və ev.
bunlar ikisi bir rəsmə yerləşmir, baxın. Rəsmə o zaman yerləşər ki, məsələn, tamam, mən xaricə köçürəm, məsələn, oradan qazandığım pulla Bakıda ev alıram və yaxud da ki, Bakıdakı bir evimi alıb bitirirəm, hər şeyi eləyirəm, daha sonra mən xaricə köçmək istəyirəm, tamam. Amma insanlar fikir verin, zehinlərində daima ziddiyyətli arzularla gəzirlər. Hansılar ki, o arzuları biz bir rəsmin içərisinə qoyub, onu bir elə fikirləşin ki, bir film kimi, bir serial kimi bir-birinə bağlaya bilmərik. Aydındır və belə olan halda da yenə də o ziddiyyət yaranır və yenə də mənim baxın enerjim belə deyək haçalanır, paylanır. Onu da istəyirəm, onu da istəyirəm, amma bunlar bir-birindən əlaqəsizdir axı. Bunlar bir-birindən əlaqəsiz olduğuna görə mən hamısına enerji verməyə çalışıram, amma heç birisinə də sonunda enerjim çatmır. Ona görə də mən indi sizə bir texnika verəcəm ki, nə edə bilərsiniz bununla bağlı ki, görək sizin arzularınız bir araya gəlməyə, sizin böyük rəsminizin bir parçası olmağa müsaitdirmi, yoxsa yox? Ona görə də bir texnika vermək istəyirəm hər birinizə. Texnika nədən ibarətdir? Çox bəsit. Oturursunuz, baxın, nə istəyirsiniz? Bütün arzularınızı bir cümlə yazırsınız. Məsəl üçün, nə bilim, maşın istəyirəm, ev istəyirəm, nə bilim, sevgi ilə bağlı arzularınızı yazar. Fərqi yoxdur. Yazdınız, qoydunuz. Sonra baxırsınız ki, məntiqdən biraz bir balaca belə deyək analiz aparırsınız ki, mənim bu arzularım hansı bir-biri ilə ziddiyyət təşkil edir? Hansı olsa digəri olmaz. Baxın. Bu nə deməkdir? Məsələn, deyirəm, tutaq ki, deyirəm ki, sevgilim olsun Azərbaycanda, Bakıda, amma bir tərəfdən də xaricə köçməyə çalışıram. O zaman mən nə istəyirəm? Uzaq məsafə münasibəti. Yəni, baxın, buradan çıxan məntiq budur. Və dediyim kimi, kainat çox məntiqli bir yerdir. Kainat, belə deyək ki, riyazi qanunlarla idarə olunan bir yerdir. Elə fikirləşin hər zaman. Onda mən xaricə köçmək istəyirəm, Bakıda da sevgili istəyirəm. Onda bunun ortası mən o zaman uzaq məsafə münasibəti istəyirəm. Ya da mən ümumiyyətlə münasibət istəmirəm, amma axı istəyirdim axı. Görürsünüz, toqquşdu bir-biri ilə. Demək ki, bu şəkildə oldu. Demək ki, mənim hansısa arzum o aralarında əslində heç arzumda deyil, belə deyim. Çünki onu mən həyatımın tam o parçası kimi qoya bilmirəm. Və belə olan halda da bir balaca siz əgər bunu etsəniz, yazsanız və daha sonra məntiqli bir şəkildə baxsanız ki, hansı arzunuz digəri ilə ziddiyyət təşkil edir və o aradakı ziddiyyəti qaldıraraq bəlkə bu sizə imkan verər ki, həm görəsiniz ki, bu istədiyiniz hər nədirsə sizin ümumi həyat rəsminizə bu dəqiqə uymur, ya da ki, uydurmaq üçün, belə deyim, addımlar atmış ola bilərsiniz. Bu düşünürəm ki, texnika bir çoxunuzun işinə yarayacaq, amma bunu, belə deyək, oturun bir balaca bunun üstündə baş sındırın və görəcəksiniz ki, doğrudan da sizə xəyallarınız və istəkləriniz barədə əslində böyük bir məlumat vermiş olacaq. Eynən, hətta belə düşündüm siz danışdıqca ki, xüsusilə də bizdə qadınlarda daha çox bu sanki şəxsi həyat və karyer arasında daha əvvəl verdiyiniz nümunə kimi bəzən uyğunsuzluqlar olur. Yəni bəlkə karyerada başqa bir şey istəyirəm, orada olan şey real həyatda və yaxud da ailə həyatında və yaxud da bir ana olaraq həmin şeyləri reallaşdıra bilməz. Ona görə o ümumi rəsmi ayrı-ayrı arzularımız çox gözəldir, onların arxasınca gedirik, amma siz demiş bu sanki bir yerdən sonra da artıq enerji itkisinə çevrilir. Çünki hərəsində 10% irəliləyə bilirik. Çünki bir-birindən yenə də 50% irəliləsək artıq bir-birinə ziddiyyət təşkil edəcək, bir-birinə uyğunsuzluq yaranacaq. Ona görə bu ümumi rəsmdə yəqin ki, bütün bu addımları eləyəndən sonra, yəni həm emosional, həm zehinsel, həm ruhsal uyğunlaşandan sonra bir də o ümumi rəsmə baxmalıyıq ki, bəs burada vəziyyət necədir? Bəlkə də dediyiniz kimi o puzzle-ın hissələri bir-birinə uyğun gəlmir, amma biz başqa-başqa puzzle-lardan hissələr götürüb bir yerə yığmağa çalışırıq. Ya dediyiniz kimi bəlkə bu bizim arzularımız deyil, cəmiyyətdən olan istəklərdir. O sarımsaqdır, biz mandarinimizi tapmalıyıq. Ona görə bütün dediklərinizi belə indi ümumi rəsmdə belə sanki ümumiləşdi və daha yaxşı başa düşdüm hamısını. Ümid edirəm izləyicilər üçün də eyni qaydada davam eləyir söhbətimiz.
Bəli, mən də çox sevindim ki, yəni nəhayət ki, gəldik ki, o böyük rəsm hissəsinə çıxdıq işin. Bəli, eynən siz dediyiniz kimi çalışın ki, öz rəsminizi tapasınız. Onun üçün öz rəsminizi tapa bilməyiniz üçün isə birinci növbədə öz o kiçik rəsmlərinizi, o puzzle-ın kiçik parçalarını tapıb bir araya gətirməlisiniz və bunun üçün də bir nə istədiyinizi bilməlisiniz. Yəni başqalarının arzularını kopyalamaq yerinə həqiqətən oturub məntiqli şəkildə mən nə istəyirəm? Yəni bunu mu istəyirəm, bunu mu istəyirəm? Bunları mütləq şəkildə bilmək lazımdır. Və ikinci də əlbəttə ki, texnikalar, vizuallaşdırma, bir şeyləri detallı şəkildə düşünmək, bunlar mütləq ki, işə yarayır təbii ki, amma bunların üstünə də hər zaman nəyi unutmursunuz? Hərəkət etməyi, addım atmağı heç bir zaman unutmursunuz və ümid edirəm ki, bugünkü söhbətimiz də sizlər üçün faydalı oldu, xoş təəssürat buraxdı və növbəti videolarda təkrar yeni mövzularla sizlərlə görüşməyi ümid edirəm mən də.